Sen bir tərəf olmalısan. Burada qabil dəstəkləyənləri söyür. Burada qabil dəstəkləyənləri sıxışdırır. Təsəvvür edin. Öz də Qubad bəyin şəklini qoyub paylaşım eləyib. Buna bax siz Allah. Ay oğraşlar. Qabilə qarşı çıxan oğraşlar. Ay atasını tanımayanlar. Gözünüz çıxsa da ölkənin başına mən gələcəyəm. Götünüzdən göyə çıxsa da mən gələcəyəm. Əli meydanı deyil meydan. Əli Kərimli, İsa Qəmbər, Qubad İbadoğlu, köhnə kollegalar. Nə bilim o, müsavatın başkanı. Neydi o oğraşın, Zaqatalalı oğraşın adı? Neydi o, yazın onun adını, adı yadına çıxır. Cındırın. Mehriban Əliyeva 4 dəfə ürəyindən əməliyyat elətdirib. 4 dəfə Mehriban Əliyeva ürəyindən əməliyyat elətdirib. Bu necə müxalifətçi ola bilər? İsa Qəmbər də 7 dəfə müalicə elətdirib. Bu necə müxalifətçi ola bilər? Paket verir onlara. Bu necə müxalifətçi ola bilər? Ha? Necə müxalifətçi ola bilər? Ha ki, ən sevdiyim Əli Kərimli deyilmi? Onların nəyə ehtiyac var bilirsiniz? Bilirsiniz nəyə ehtiyac var? Arif Hacılıdır, İsa Qəmbərdir, Əli Kərimlidir, Qubad İbadoğludur. Onlar gündə 2 çömçə sulu yemək deməlidir. Hanımlarından 2 kəlmə xoş söz eşidib, nəvələrindən itit oynamalıdır. Hamısı getməlidirlər, bəziləri də rədd olmalıdırlar siyasətdə. Əli Kərimli kimlədir? Getməlidir, o bizlər də rədd olmalıdır siyasətdə. Bəs də oyun oynadınız. Harbi getdi oyun oynadınız. İndi nədir? Baxın, burada Vəlili Beydullah paylaşıb. Zəng eləməyin hələ xahiş edirəm. Vəlili Beydullah paylaşıb. Orada, aydın məsələ. Aydın məsələdir. Məni dəstəkləyənlərin hamısını Vəlili Beydullah sıxışdırır. Hamısını sıxışdırır. Məni də təkrir eləyir. Məni dəstəkləyənləri danlan qorar. Qabil yazanları silir. Hanı Fuad Ağayevin yazdığı, başqaları mən tanıdıqlarımın yazdığı. Hanı? Üstəlik də bu səhvə Qubad İbadoğlu'na aid səhvədir. Ən böyük tulalarının səhvəsidir. Bu da Qubad İbadoğlu'nun nəyidir? Trolləri. Qubadın da trolləri var. Baxın. Dəyərli məsələlər. Bu səhvədə əlbəttə ki, Qubad İbadoğlu'nu dəstəkləyəcəklər. Çünki bunun dostluqlarında hamısı adeyrindir. Qubad İbadoğlu dedi, partiyanı bağlayıram. Bu nəyə bənzir bilirsiniz? Nəyə bənzir bilirsiniz? Nəyə bənzir bilirsiniz? Hələ bilmirsiniz? Qulaq asın deyin də. Bu nəyə bənzir?